o ərazi bütöv yanırdı. Buranı spesialinə yandırırlar. Girirlər ora, yandırırlar. Paytaxtın Yasamal rayonu Nərimanov prospekti 127 ünvanında yanğın baş verib. Hadisə çoxmərtəbəli binanın qarşısında fərdi yaşayış evlərinin çox yaxınlığındakı zibilxanada qeydə alınıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Mən gələndə gördüm yanır. Gördüyünüz üstü var ama o ərazi bütöv yanırdı. Ki orada kabellər, zatlar hamısı yandı. Ora yansaydı oranı başı söndürmək olmayacaktı. Qətiyyən yox. Yanğının baş verdiyi nöqtə tam buradır, zibilli idi. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, canlı qüvvəsi təhlükəni tamamilə aradan qaldırmağa çalışır. Yanğının baş verdiyi nöqtə birbaşa fərdi yaşayış evlərinin çox yaxınlığı, demək olar ki, 1-2 metrlik idi. Oğlum çıxdı, sırası dedi ki, mama yanır ora. Şitlər partladı, toklar partladı, qalxdı, hasardan ündür görünür yandı. 10 dəqiqənin içində bütünlüyünə alışdı. Yarım saatdan çoxdur ki, söndürə bilmirlər. Keçən dəfə o tərəf yanmışdı, indi bu tərəfi yanırlar. Bezmişik. Sırf narkomanlara görə də bu. Girirlər ora, orada nəsə eləyirlər, yandırırlar. Biraz bura düşsəydi birbaşa evlərə gedəcəkdi. Arkada bütün evlərdi, yəni bir sırayla getmişdi. Biz neçə illərdir bu əziyyətin içindəyik. Keçmiş MTK sədri burada var. Nerede yaşayırsınız? Bu binada yaşayırıq. Bu neçənci dəfədir, bu biz belə bir oyundayıq. Buranı bilmirəm spesialinə yandırırlar. Bu binanın 3 tərəfi MTK sədrinin köməkliyi ilə bura şərait yaradıb, hamısı zibilxanadır da. Kim dökür zibilləri? Bu cəmaatın mentaliteti gəlişdirib atırlar ora. Niyə yandırsınlar bilə-bilə? Bilirsiniz ki, onu bilə-bilə yandırırlar, ya niyə? Güya biz işləyə bilmirik. Biz işimizi görürük. Bu MTK sədri bizə həmişə mane olmaq istəyir. Hər şeydə mane olur, hər şeydə buranı təzədən bu cəmiyyəti dağıtmaq istədi, məhkəmədən tutmuş. Ona görə də ora yandırır. Güya bura başsızdır. Bura başsız qalıb, Herhalde bu bir iddiadır da, yəni sübut olunmur. Bilmirəm, bu sübut olunmur, bu bir iddia. Bu elə bir mülahizədir. Bu hasarın 4 tərəfinə divar çəkilməlidir o tərəfdən. Zibillikdən təmizlənmək və biz bu bəladan qutaraq. Bu yaxında orada nə boyda kabellər yandı. Ən əsası çox qorxulu olan şey nədir? Elektro yarım stansiyası bizim, bax buradadır çox güclü. Ora bir dənə od düşsə, olov düşsə bura partlayar, nə günə düşərik. Biz belə təhlükənin içindəyik.